Salam əziz izləyicilər, bu dərsimizdə sizlərə imtahanlarda qarşılaşa biləcəyiniz müxtəlif tipli test nümunələri üzərindən şifrələr mövzusunu izah etməyə çalışacağam. Gəlin vaxt itirmədən ilk nümunəmizə baxaq. Deyilir ki, verilən nümunədəki söz müvafiq ardıcıllıqla rəqəmlərlə şifrələnib. İlk növbədə qeyd etməliyəm ki, eyni hərflər eyni, müxtəlif hərflər isə müxtəlif rəqəmlərlə şifrələnmiş olacaq. Bu qayda şifrələr mövzusundakı bütün test nümunələrinə aiddir. Bu nümunədə sözlər rəqəmlərlə şifrələnib. Ola bilər ki, sizin qarşınıza çıxan başqa test nümunələrində hərflər başqa simvollarla və ya əksinə rəqəmlər hərflərlə və ya simvollarla da şifrələnə bilər. Sözlərin müvafiq ardıcıllıqla rəqəmlərlə şifrələnməsi o deməkdir ki, yəni hər bir sırada duran hərf onunla eyni sıradakı rəqəmlə şifrələnmiş olacaq. Bu cür nümunələrdə göstərilən bu ədədi, yəni şifrəni sözün üzərində müvafiq ardıcıllıqla yazmaq lazımdır. Baxaq. 4, 1, 3, 2, 3, 0, 2, 5. Diqqətinizi çəkdisə, burada 2 dəfə N hərfindən istifadə olunub və əlbəttə müvafiq olaraq 2 dəfə U hərfindən istifadə olunub. Baxın, burada N hərfindən 2 dəfə istifadə olunub. Hər ikisində də üzərində qeyd olunan şifrə nədir? 3 rəqəmidir. Həmçinin U-da da hər ikisində qeyd olunan rəqəm nədir? 2-dir. Yəni, təkrar qeyd edirəm, eyni hərflər eyni, müxtəlif hərflər isə müxtəlif rəqəmlərlə şifrələnmiş olacaq. Gəlin bu nümunəmiz əsasında, qeyd olunan bu nümunəmiz əsasında verilən sözün, Qobustan sözündəki hərflərin şifrələrini tapmağa çalışaq. Bu test nümunələrində cavab variantları ilə işləmək vacibdir. İlk öncə hansı sözün şifrələrini, hansı hərflərin şifrələrini biz artıq müəyyən edə biliriksə, gəlin onları qeyd edək. Q-nun şifrəsini bilirik, həmçinin A-nın şifrəsini bilirik, E-nin şifrəsini bilirik, U-nun və S-in şifrəsi artıq bizə məlumdur. Bunlara əsasən İlk öncə cavab variantlarımızı yoxlayaq, görək hansı cavab variantları səhvdirsə, o cavab variantlarının üzərindən xətt çəkmək lazımdır. Baxırıq. 13-lər və 4-lər doğru yerdədir. 4-cü sırada duran U hərfinin, həmçinin S hərfinin şifrələri də bizə məlumdur. Bu 2 və 0 olmalıdır. Buna əsasən biz görürük ki, A variantı doğru ola bilməz. Çünki burada 2 yerinə 7 rəqəmindən istifadə olunub. Həmçinin D variantı da doğru ola bilməz. Burada 2 rəqəminin yerində 9 var. Digər variantlara baxsaq, nəyi müşahidə edə bilərik? Misal üçün, B variantında, baxın, 2 dəfə 7 rəqəmindən istifadə olunub. Biz 7 rəqəminin hansı hərfin şifrəsi olduğunu müəyyən edə bilmirik. Sadəcə olaraq, burada bu şifrədə 2 dəfə 7 rəqəmindən istifadə olunubsa, bu o deməkdir ki, sözün də tərkibində eyni bir hərfdən 2 dəfə istifadə olunmalıdır. Lakin biz baxırıq ki, Qobustan sözündə heç bir hərf təkrar olunmur. Buna əsasən B variantının da yanlış olduğunu müəyyən edə bilərik. Bəs digər burada müşahidə etdiyimiz məqam nədir? Biz qeyd etmişdik ki, eyni hərflər eyni, müxtəlif hərflər müxtəlif rəqəmlərlə şifrələnibsə, baxın, biz burada görürük ki, 5 rəqəmi Z hərfinin şifrəsidir. O deməkdir ki, 5 rəqəmindən başqa bir sözün, yəni B hərfinin də şifrəsi kimi istifadə oluna bilməz. Deməli, doğru cavab Y variantıdır. Keçək digər nümunəyə. Burada biz müşahidə edirik ki, sözün şifrələnməsində istifadə olunan hərflər sözün tərkibindəki hərflərlə, həmçinin onların sayı eynidir. Bu anlama gəlir ki, bu şifrələmə metodunda sözdəki hərflərin yerləri dəyişdirilir. Və biz burada müəyyən etməliyik ki, hansı hərf dəyişdirilərək şifrələmə nəticəsində hansı sırada yer alır. İlk öncə gəlin, verilən nümunədəki sözün hərflərinin sıra nömrələrinin yuxarısında yazaq. Müvafiq ardıcıllıqla. Və 8. Və biz burada baxırıq ki, ilk istifadə olunan hərf bu ikinci sıradakı A hərfi də ola bilər. Əlbəttə ki, mən burada daha sadə bir nümunə, daha sadə bir söz seçib sizlərə
bu test nümunəsini izah edə bilərdim. Lakin belə bir söz seçməkdə məqsədim sizin artıq heç bir sualınızın qalmamasıdır. Baxırıq ki, A ikinci sıradan da götürülə bilər, dördüncü sıradan da götürülə bilər. Gəlin hər ikisini də yuxarısında qeyd edək. İndi mən kəsrdən istifadə edəcəm. Siz hər hansı digər formada da qeyd edə bilərsiniz. 2 və 4. L həmçinin 5-ci sıradan da götürülə bilər, 8-ci sıradan da. Yazıram. L-in üzərindən 5 və 8. Biraz səliqəsiz oldu. R. Burada baxıram ki, M birinci sıradan götürülüb, üzərinə yazıram. A-nı yenə də əlbəttə 2 və 4-cü sıra. Bunlardan biri ikinci sıradan götürülüb, biri 4-cü sıradan. R 3-cü sıradan götürülüb. L yenə də yazıram 5 və 8. 5 və 8. Ö olduğu sırada qalıb. 7-ci sıraya aiddir. Və L yenə də qeyd edirəm ki, 5 və ya 8-ci sıradan götürülüb. Burada dəqiq müəyyən elədiyimiz sıralar ki var. Yəni, M-in birinci sıradan götürülməsi, həmçinin, üzr istəyirəm, burada yanlışlıq olub. 8-ci hərfimiz 6-cı sıradan götürülüb. 6-cı sıradan götürülüb. Burada hansı hərflərin hansı sıradan götürüldüyünü dəqiq müəyyən etmişiksə, ilk öncə onlara baxırıq, cavab variantlarında. Bunlar hansı hərflərdir? M, R, Ö və G. Müvafiq olaraq 7-ci sırada duran hərf olduğu sırada da qalacaq, yəni A hərfi. Baxırıq ki, D variantında bu qayda pozulub. Həmçinin 6-cı sırada duran hərf də sonuncu sırada qeyd olunacaq. Buna əsasən A variantı da səhvdir. Həmçinin baxırıq ki, 3-cü sırada, birinci sırada duran hərf 3-cü sırada yerləşəcək. Baxırıq ki, bu M-dir. M-in 3-cü sırada yerləşməsi lazımdır, amma burada M-in yerində R qeyd olunub. Bu da yanlışdır. Buna əsasən cəmi 2 variantımız qalır. Ki, baxıram ki, burada Y variantında Ə hərfindən 3 dəfə istifadə olunur. Baxın, Mərdəkan sözündəki hərflərin sadəcə yerləri dəyişdirilir. Və burada cəmi 2 Ə hərfi var. Bu da deməkdir ki, Y variantı da ola bilməz. Düzgün cavab B variantıdır. Və əlbəttə ki, yoxlamaq üçün baxa da bilərik. İlk istifadə olunan hərf Ə hərfidir. Ya ikinci sıradan götürülüb, mən də qələmin rəngini dəyişdirim. Ya ikinci sıradan götürülüb, düzdürmü? Əlbəttə ikinci sıradan götürülüb. Sonra baxırıq. Ə istifadə olunub. Sonra baxırıq ki, ikinci istifadə olunan hərf ya 5-ci sıradan, ya da 8-ci sıradan götürülməlidir. Baxırıq ki, 8-ci sırada N-dir, 5-ci sırada Ə-dir. Buna əsasən bu da doğrudur. Bu şəkildə baxsaq, digər cavablarımız da doğru çıxacaq. Digər test nümunəsinə keçək, vaxt itirmədən. Bu test nümunəsində də həmçinin hər mərhələdə, baxın, eyni rəqəmlərdən istifadə olunub. Heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq onların yeri dəyişdirilir. Biz burada müşahidə edirik ki, misal üçün, 3 birinci sıradadır. İkinci mərhələdə 3 üçüncü sıraya keçib və üçüncü mərhələdə dördüncü sıraya keçib. Eyni şəkildə biz dedik ki, eyni hərflər, fərqli hərflərsə fərqli rəqəmlərlə və yaxud da onun tam əksi şifrələnmiş olacaq. Onda 3-ün şifrəsi əgər M-dirsə, birinci sırada qeyd olunub. Növbəti mərhələdə bu 3-də qeyd olunmalıdır, doğrudur. Və növbəti mərhələdə 4-cü sırada qeyd olunmalıdır. Amma burada baxırıq ki, 4-cü sırada C hərfindən istifadə olunub. Deməli, cavab yanlışdır. Əgər birinci rəqəmimizin şifrəsi L-dirsə, növbətisində bu 3-cü sırada qeyd olunmalıdır, doğrudur. Və digərində 4-cü sırada qeyd olunmalıdır. Bu cavabımız da səhvdir. İndi baxırıq. Birinci rəqəmin şifrəsi, yəni 3-ün şifrəsi F-dirsə, doğru yerdədir. Doğru yerdədir. Deməli, digər rəqəmi də analiz eləməliyik. Misal üçün 5. Birinci mərhələdə ikinci sıradadır. İkinci mərhələdə birinci sıraya keçir. Baxırıq. İkinci sıradakı N hərfi ikinci mərhələdə birinci sıraya keçib
Üçüncü mərhələdə də ən sonda olmalıdır. Amma burada baxırıq ki, ən sonda V-dən istifadə olunub n-in yerində. Deməli, bu variantda səhvdir. Baxırıq, M növbəti mərhələdə neçənci sırada olmalı idi? Üçüncü sırada, burada da. Doğru sırada qeyd olunmayıb. Ona görə də düzgün cavabımız Y variantı olacaq. Gəlin baxaq C-nin sırasına. 1, 3, 4 doğrudur. 5-ci rəqəmin şifrəsinin sırasına. Əgər B-dirsə 2, 1 və növbətisində sonuncu doğrudur. Bir nümunəni də yoxlayaq. N əgər 8-in şifrəsidirsə, N əgər 8-in şifrəsidirsə, 8 növbətisində sondan ikincidə qeyd olunub, doğrudur və digərində də ilk sırada qeyd olunub, doğrudur. Digərlərini də yoxlasaq, çox güman ki, düz çıxacaq. Keçək digər nümunəmizə baxaq. Burada cədvəl içərisində müxtəlif rəqəmlər qeyd olunub, cavab variantlarında isə şifrələr verilir. Biz hansı rəqəmin hansı hərfin hansı rəqəmlə şifrələndiyini bilmirik. Deməli, biz burada hərflərin xüsusiyyətlərindən istifadə eləmək olacaq. Baxırıq ki, hansı hərfdən bir dəfə, hansı hərfdən iki dəfə və s. istifadə olunur. İlk öncə iki dəfə istifadə olunan rəqəmlərə hərflərə baxaq. R 2 dəfə istifadə olunub. Müvafiq olaraq eyni xanaların içərisində istifadə olunan rəqəmlər də eyni olmalıdır. Baxırıq ki, A variantında bu uyğun gəlmir. Misal üçün 9 və 7 rəqəmlərinə istifadə olunur. Həmçinin biz bu A variantında baxırıq ki, 9 və 9 birinci sətirdə, birinci və üçüncü sırada eyni rəqəmlərdən istifadə olunur. Ancaq baxırıq ki, N hərfi burada təkrar olunmur. Ona görə də A variantı səhvdir. Həmçinin 7 və 2 rəqəmlərindən istifadə olunur müvafiq xanalarda, lakin eyni hərflər olduğuna görə bu xanalarda rəqəmlər də eyni olmalı idi. Deməli, B variantı da səhvdir. Digər nümunədə bu düz çıxır. Hələ ki, qeyd olunub. Baxaq görək, başqa hansı hərflər 2 dəfə istifadə olunub? S hərfindən 2 dəfə istifadə olunub. Baxırıq ki, 8 və 8. Bu da doğrudur. Və I hərfindən 2 dəfə istifadə olunub. Görək müvafiq xanalarda rəqəmlər eynidirmi? Xeyr, 1 və 4. Deməli, düzgün cavabımız olacaq D variantı. Yoxlaya da bilərik. 7, 7 eyni rəqəmlərdir və eyni hərflərdən istifadə olunub. 8, 8 və həmçinin 1 və 1. Və həmçinin digər xanadakı rəqəmlərdə təkrar olunmamalıdır. Çünki digər hərflər də heç biri bir-biri ilə eyni deyil. Deməli, düzgün cavabımız D variantı olacaq. Keçək digər nümunəyə. Bu nümunədə digərlərindən fərqli olaraq, yəni rəqəmlər hərflərlə şifrələnib və ümumi mötərizədən istifadə olunub. Buna diqqət etməliyik. Bu da o deməkdir ki, yəni rəqəmlərin, ədədlərin şifrələri onların qarşısında yazılanlar deyil. Belə fikirləşsək bu yanlış olardı. Və biz hansı ədədlərin şifrələrinin hansı söz olduğunu bilmiriksə, yenə də rəqəmlərin və hərflərin xüsusiyyətlərindən istifadə etmək olacağıq. Baxıram ki, 2 ədədimiz 6 rəqəmi ilə başlayır. Eyni şəkildə 2 ədədimiz də 3 rəqəmi ilə başlayır. Müvafiq olaraq sözlərimizə də baxıram. İkisi M ilə başlayır, ikisi S ilə başlayır. Deməli, 6 ya S-dir, ya da M-dir, həmçinin 3 də. Lakin burada tək A hərfi ilə başlayan bir sözümüz var. Eyni qaydada 9 ilə başlayan bir ədədimiz var. Bu da o deməkdir ki, 9683-ün və ya 9683-ün şifrəsi bu sözdür. Və biz artıq burada həm də müəyyən elədik ki, 9 rəqəminin şifrəsi A hərfidir. Yaxşı, həmçinin burada müəyyən elədik ki, 6 rəqəminin şifrəsi S-dir, 6 rəqəminin şifrəsi S-dir, 8 rəqəminin şifrəsi idi və həmçinin 3 rəqəminin şifrəsi də M olacaq.
M olacaq. Bizdən hansı söz soruşulur? Mismar sözü soruşulur. Gəlin bu sözü tapmağa çalışaq. Eyni şəkildə tapdığımız şifrələri qeyd edirik, rəqəmlərini. M 3, I 8, 8, S 6, M yenə də yazırıq. 3, A 9 və eri bilmirik. İlk öncə baxaq. 3, 8, 6, 3, 9. Bu ardıcıllıqla başlamalıdır. 3, 8, 6. Y variantı səhvdir. 3, 6, 8-dir. 3, 9, 6. B variantı səhvdir. 6, 8, 3. C variantı səhvdir. Və 6, 9, 3. D variantı səhvdir. Sırf buna əsasən biz artıq cavabı tapdıq. İndi deyə bilərsiniz ki, bəs R nəyin şifrəsidir? Hansı rəqəmin şifrəsidir? Əgər burada gördüyümüz sözlər içində, şifrələr içərisində biz R hərfinə rastlamırıqsa, deməli burada gördüyümüz rəqəmlərdən də heç biri, bu ədədlərin içərisindəki rəqəmlərdən də heç biri R-in şifrəsi deyil. Deməli, elə bir rəqəm olmalıdır ki, burada təkrar olunmasın. Bu da elə 2 rəqəmidir bu rəqəmlərdən biri. Düzgün cavab A variantı edir. Keçək digər nümunəyə. Bu nümunəmizdə gördüyümüz hər bir cavab variantı qeyd edilən ədədlərdən birinin şifrəsidir. Yəni qarşısında qeyd etməyə ehtiyac yoxdur. Yenə də rəqəmlərin xüsusiyyətlərindən istifadə edəcəyik. Misal üçün biz baxırıq ki, içərisində 2, 5 rəqəmindən istifadə olunan ədədin digər rəqəmi də başqa bir nümunədə 2 dəfə istifadə olunub. Həmçinin içərisində 4 rəqəmindən istifadə olunan ədədin istifadə olunan tək rəqəmi də digər bir nümunədə 2 dəfə istifadə olunub. Eyni qaydada 2 də baxırıq ki, 2 dəfə digər bir nümunədə 2 dəfə istifadə olunub. Yeganə 2 dəfə istifadə olunan rəqəmlər 6-lardır ki, onun qarşısında bu gördüyümüz 6 rəqəmindən başqa heç bir nümunədə təkrar istifadə olunmayıb. Yəni 2 dəfə istifadə olunan yeganə nümunədir. Və əlbəttə ki, həmçinin 1 də yeganə nümunədir ki, o digər ədədlərin heç birinin tərkibində yoxdur. Gəlin biz elə ilk öncə 6-nı axtaraq. Biz dedik ki, 6 elə bir nümunədir ki, o rəqəmdən digər heç bir ədəddə istifadə olunmayıb. Biz baxırıq ki, D-lər var burada, amma D digər bir nümunədə istifadə olunub. Z-lər var burada, Z digər nümunədə istifadə olunub. Və burada E-lər var, E digər nümunədə istifadə olunub. Baxırıq ki, A-lar var, A da digər nümunədə istifadə olunub. Bəs yaxşı. L var, 2 dəfə istifadə olunub. L heç bir nümunənin içərisində yoxdur. Bu da deməkdir ki, bizim bu 6-mızın şifrəsi elə L-dir. Bəs 2 dəfə 6 istifadə olunan ədəddə istifadə olunan digər rəqəmimiz neçədir? 5. Deməli, 5-in də şifrəsi D-dir. 5-in də şifrəsi D-dir. Yaxşı, 2 dəfə 5 istifadə olunan nümunədə istifadə olunan digər rəqəm nədir? 4-dür. 2 dəfə 5 istifadə olunan nümunədə, bax o A variantındadır 5-lər. İstifadə olunan digər nümunəsi 4-dürsə, deməli 4-ün də şifrəsi nədir? Z-dir. Bizdən də soruşur ki, 443 hansı hərflərlə şifrələnib? Baxırıq ki, 4-ün şifrəsi Z-dirsə, deməli bu Z, Z. Həmçinin 443-də şifrələnən digər rəqəm 3-dür. Biz bunu tapırıq ki, düzgün cavab B variantıdır. Buna əsasən hətta davam eləyib yaza bilərik ki, A-nın da şifrəsi 3-dür. Ancaq artıq buna ehtiyac qalmadı. Düzgün cavabımız B variantıdır. Keçirik digər nümunəyə. Bu nümunəmiz daha əvvəlkilərdən daha mürəkkəbdir. Çünki burada hərflər rəqəmlərlə şifrələnib və rəqəmlərin də yeri qarışdırılıb. Bunu yenə də hərflərin və rəqəmlərin xüsusiyyətlərinə əsasən müəyyən edirik. Necə müəyyən edirik? Biz baxırıq ki, bu sözün, Pol sözünün və Moon sözünün içərisində, əlbəttə ki, bu sözləri biz yazılışına görə şifrələnib. 2 dəfə eyni hərfdən istifadə olunub və birində 2 dənə eyni hərf, hər ikisində də 2 dənə eyni hərf
yan-yanadır. Birində sonda, birində isə mərkəzdə yerləşir. Amma biz cavablara baxırıq ki, 2 dənə eyni rəqəm istifadə olunan variantlar ki var. Biri budur, biri də bu. Heç birində mərkəzdə 2 eyni rəqəmdən istifadə olunmuyor. Bu da o deməkdir ki, deməli, hərflər rəqəmlərlə şifrələnib və daha sonra onların yeri dəyişdirilir. Baxırıq xüsusiyyətlərinə. Öncə bunu silək. Baxıram ki, Mars və Star sözlərində istifadə olunan 4 hərfdən 3-ü eynidir. Yəni, baxaq, S, A, R, həmçinin yenə də S, A, R. Biz şifrələr içərisində də elə bir ədəd axtarmalıyıq ki, elə ədədlər axtarmalıyıq ki, onların rəqəmlərinin 3-ü eyni olsun. Baxıram ki, bu 1, 3, 8, 1, 3, 8 rəqəmləridir. Deməli, Mars və Star sözlərinin şifrələri bunlardır. Bəs hansı-hansına aiddir? Biz baxırıq ki, burada tək qalan T hərfi digər heç bir sözün tərkibində yoxdur. Ancaq Mars sözündəki M hərfi digər sözlərdən birində işlədilib. Deməli, baxın, burada görürəm ki, müvafiq olaraq 6 rəqəmi başqa heç bir sözün tərkibində yoxdur. Deməli, o Star sözünün şifrəsidir. Həmçinin Mars sözünün də şifrəsi burada istifadə olunan ortaq olmayan rəqəm 0-dır və o başqa bir sözdə var. Deməli, Marsın şifrəsi də əgər 1308 və 1308-dirsə, onda eyni hərf başqa harda istifadə olunub bu 0? Burada istifadə olunub rəqəm, eyni M hərfi də burada göstərilib. Deməli, 0922-də Moon sözünün şifrəsidir. Geriyə qalır Pol və Nova ki, Pol sözündə 2 dənə eyni hərf var. Onlar eyni rəqəmlərlə şifrələnib. Deməli, bu sözün də şifrəsi bu ədəddir və bizdən soruşulan Nova'nın şifrəsi isə 2593. 2593-dür. Keçək digər test nümunəsinə. Bu test nümunəsi də sizlər üçün din nəşrlərindən birindən götürülüb və biz burada qeyd olunur ki, Kürdəmir sözünün hərfləri 1-dən 7-yə qədər rəqəmlərlə şifrələnib. Kürdəmir sözünün şifrələndiyi ədədin tək ədəd olduğunu və 3-ə qalıqsız bölündüyünü bilərək R hərfinin şifrələndiyi rəqəmi tapın. İlk öncə biz baxırıq ki, Kürdəmir sözündə 8 hərf var. Lakin burada R hərfindən 2 dəfə istifadə olunur. Bu da o deməkdir ki, burada elə bir-birindən fərqli 7 hərfdən istifadə olunub. Və bu o deməkdir ki, hər bir rəqəmdən, bax bu 7 rəqəmdən hər birindən ən azı bir dəfə istifadə olunub. Üstəgəl bir rəqəm var ki, o R-in şifrəsidir. Ondan 2 dəfə istifadə olunub. İlk öncə gəlin biz 1-dən 7-yə qədər olan rəqəmləri bir dəfə toplayaq. Bu elədi 28. Qeyd elədik burada. Və 28-in üzərinə R-in şifrəsini təkrar bir dəfə də gəlmək lazımdır. Amma xüsusiyyətlərə baxaq. Deyir ki, Kürdəmir sözünün şifrələndiyi ədəd tək ədəddir. Deməli, R sonuncu rəqəm olduğuna görə və bu ədədin tək ədəd olması üçün deməli, o nə 2 ola bilər, nə 4, nə də 6. Əla. Digər bir xüsusiyyətə baxırıq. Deyir ki, 3-ə qalıqsız bölünür. Bir ədədin, tutaq ki, böyük bir ədədin 3-ə qalıqsız bölündüyünü biz necə müəyyən edə bilirik? O ədədin rəqəmləri cəmidə 3-ə qalıqsız bölünməlidir. Mən baxıram ki, 28-in üzərinə o rəqəmi təkrar gələndə, əgər o rəqəm 1 olsa, üzərinə 1 gəlsə 29 edir. Üzərinə 3 gəlsə 28-in 31 edir. Bunlar 3-ə bölünmür. 5 gəlsək, bəli, 33 edir və bu 3-ə qalıqsız bölünür. 7 də gəlsək əlbəttə, bu da olmayacaq. 35 edəcək. Yenə də qalıqlı alınır. Deməli, R 5 rəqəmi imiş. R-in şifrəsi 5 rəqəmi imiş. Keçirik digər nümunəmizə. Bu test nümunəsi də dövlət qulluğu imtahanında istifadə olunmuşdu. Mən şərti sizin üçün təkrar oxuyuram.
Parol 4 rəqəmdən ibarətdir. Bütün rəqəmlər müxtəlifdir və 0 yalnız birinci ola bilər. Əgər 0 bu rəqəmlərin içərisində olacaqsa birinci ola bilər. Paroldakı hər hansı bir rəqəmin özü və ya rəqəmlər sırasındakı yeri düzgün tapılsa, onda monitorda həmin rəqəmin yerinə Y. Əgər paroldakı rəqəm düzgün tapılıb, sıradakı yeri səhv salınsa, N. Yazılan rəqəm parolda olmadıqda isə monitorda X yazılır. 4 dənə cəhd edilib. 4 cəhddən sonra aşağıdakı variantlar alınır. İlk cəhdimiz belədir. Gəlin ilk öncə bu rəqəmlərin yerlərini bura qeyd edeyim ki, hər birini müvafiq ardıcıllıqla biz tapmalıyıq. Baxıram ki, ilk cəhdimizdə bir Y var. Neçənci sırada? İkinci sırada. Və baxırıq ki, ikinci sırada nə qeyd olunub? 5 qeyd olunub. Bu da o deməkdir ki, ikinci sıradakı rəqəm düz tapılıb və o 5-dir. Bir N qeyd olunub ki, baxıram N-ə və onun yerində nə durub? 6. Deməli, 6 rəqəmi burada var bu şifrənin içərisində, amma yeri düzgün deyil. Deməli, 6 burada ola bilməz. Ya buradadır, birincidə, ya da axırıncıda. Yenə baxıram. Yenə bir dənə Y qeyd olunub və əlbəttə ki, bu 5-ə aiddir, düzdür. Və bir də N var, yenə də 6 üçündür. Deyir ki, 6 rəqəmi düzdür, amma bu sırada deyil. Yaxşı, biz bildik ki, bu sırada 5 var. 6 nə birinci sırada deyil, nə üçüncü sırada. Bir dənə variant qaldı. Deməli, 6 sonuncu sırada qeyd olunacaq. İlk iki cəhdə əsasən biz bunu müəyyən elədik. Bir də bilirsiniz nəyi müəyyən elədik? Baxırıq. Bax, hansı ki x-lar var idi, düzdürmü? X1-i nəyə aid idi? 0-a, 1-i 7-yə. Deməli, 0 ola bilməz. Şifrəmizin içərisində bu gördüyümüz iki boş xananın birində 0 ola bilməz. Bildik. 7 ola bilməz. Bildik. Digərləri, bax, 2 dənə x qeyd olunub. 8 və 1 üçün. Nə 8 ola bilməz, nə 1. Şərti artıq siz də burada təkrar istəsəz oxuya bilərsiniz. Yadınızdan çıxdısa, nə demək istədiyimi anlayacaqsınız. Üçüncü cəhdə baxırıq. İlk iki cəhdə əsasən biz ancaq bunları müəyyən edə bildik. Baxırıq ki, yenə də əlbəttə burada 5-in yerində biz bunu artıq daha əvvəldən müəyyən etmişik. Həmçinin 6-nın da yerində biz 6-nı da artıq müəyyən etmişik. Olsun. Y qeyd olunub və burada N var. N nəyə aiddir? 4-ə aiddir. Deyir ki, bu N 4. Yəni düzgün rəqəmdir, amma düzgün yerdə qeyd olunmayıb. Əgər 3-cü sırada qeyd olunmayıb və düzgün deyilsə, ki biz 2-ci və 4-cü sırada nə qeyd olunmalıdır, onu bilirik. Deməli, N ancaq harda ola bilər? 4 ancaq harda ola bilər? 1-ci sırada və s. Artıq cəmi bir şifrəmiz qaldı. Və burada da bir x-imiz var. 3-ün yerində. Deyir ki, yəni x o deməkdir ki, 3 rəqəmi ümumiyyətlə şifrəmizin içində yoxdur. 3-ü də qeyd elədim ki, yoxdur. Keçirik 4-cü cəhdə baxırıq ki, buna əsasən artıq müəyyən olunacaq ki, şifrəmizin 3-cü rəqəmi nədir? Baxın, qeyd olunub. Artıq 1, 2, 4 və 5-dir. 6 qeyd olunub. Sonuncu rəqəmdir. Və 9 üçün də yazıb ki, x. Yəni, şifrədə ümumiyyətlə 9 rəqəmindən istifadə olunmayacaq. Bu yazdığım rəqəmlər nələr idi? O rəqəmlər ki, şifrənin tərkibində yoxdur. Baxırıq ki, şifrədə hər rəqəmdən yalnız bir dəfə istifadə etmək olursa, baxırıq ki, 0, 1 istifadə etmək olmaz. 3 istifadə etmək olmaz. 4, 5, 6 artıq var. 7, 8, 9-da yazmışıq ki, burada var. İstifadə etmək olmaz. Qaldı bir dənə nə? 2. Deməli, şifrəmiz nə imiş? 45, 26. Düzgün cavab B variantı. Belə əziz izləyicilər, şifrələr mövzusunu maksimum qısa video ilə sizə izah etməyə çalışdım. Ümid edirəm ki, sizin üçün faydalı olar. Maraqlı videolar üçün digər sosial medialarda qeyd etdiyim səhifələrdən bizi izləyə bilərsiniz. Həmçinin onlayn dərslərimizə qoşulmaq üçün qeyd etdiyim bu nömrəyə WhatsApp və ya zəng vasitəsilə əlaqə saxlaya bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.